Onun barəsində danışmaq böyük ibadətlərdən biridir. Hədis-i Peyğəmbərdən buyurur ki, zikru aliyin ibadə, Əlini yad eləmək ibadətdir. Həzrət Əli Aleyhisselamın həyatının başlanğıcı çox qeyri-adidir. Yəni, Əli Aleyhisselam Kəbədə doğulub. Tarix boyu Kəbənin içində doğulan yeganə şəxsiyyətdir. İlk o şəhadət verir Həzrət Peyğəmbərin peyğəmbərliyinə. Və bu xəbər yayılır Məkkədə ki, Kəbədə doğulan o uşaq vardı ya, ki, hamımız heyran qalmışdıq. Kəbədə doğulan həmin uşaq Peyğəmbərə iman gətirib. Möcüzə ilə doğulan uşaq, ki, doğulmağı möcüzə idi, bunun peyğəmbərliyini təsdiq eləyir. Və bu həmişə Peyğəmbərin yanındadır. Və heç kəs Həzrət Əlidən bir dənə xoş olmayan rəftara şahidlik eləməyib uşaqlığı dövründə. Hamının gözünün qabağında Kəbənin divarı yarılsın, bir xanım ora daxil olsun, orada uşaqdan azad olsun, 3 gün orada qalsın. Ondan sonra çıxandan sonra Peyğəmbər dərhal onu qarşılasın, uşağı xanımdan alsın, götürsün. Hələ Peyğəmbərliyindən əvvəl. Həzrət Məryəm məsciddə idi, Allah dedi ki, məsciddən çıx ki, uşaqdan azad olma yeri deyil bura. Həzrət İsanı dünyaya gətirməmişdən əvvəl. Amma bunun anasına divar yarılır ki, Kəbə onu ağuşuna alır. Ki, uşaq məhz Kəbədə doğulsun.